Növbəti mövzumuz Azərbaycan 20-ci əsrin 50-80-ci illərində. 1956-cı il Azərbaycan SSR-də kənd təsərrüfatında kollektivləşmə xəttinin elan olunması 1929, yüksək keyfiyyətli təyyarə benzin istehsalının yeni texnologiyası işlənib hazırlanıb. Bu 2-ci Dünya müharibəsi illərindədir. Milli radio stansiya istifadəyə verilib 1926, sənayeləşmə xətti başa çatıb 20-ci əsrin 40-cı illərində Respublika televiziyası fəaliyyətə başlayır. Bəli, Y variantıdır. 1956-cı ildə İmam Mustafayevin dövründə. 1967-ci ildə Azərbaycan SSR-də Bakı metropoliteninin ilk stansiyaları işə salınmışdı. Bəli, Vəli Axundovun dövründə 67-ci ildə Bakı telestudiyası dedik ki 1956-dır. İcbari 10 illik təhsil 1966, kolxozçulara ilk dəfə pasport verilməsi. Bu olacaq 1959, Azərbaycan SSR Elmlər Akademiyasının təşkili 1945. 20-ci əsrin 50-ci illərində Azərbaycan SSR-nin öz ixtiyarına verildi. Milli ordu yoxdur. Kartoçka sisteminin ləğv olunması 47-dədir. Məhkəmə quruculuğu, mülki və cinayət məhkəmə məcəlləsinin qəbulu olacaq 50-ci illərdə. Bəli, İmam Mustafayevin dövründə məcburi 10 illik təhsilə keçid 66-dır. Milli hərbi kadrların hazırlanması, bu da 20-ci əsrin 70-ci illərdə Heydər Əliyevin dövrüdür. Doğru cavab C variantı. Sibir neftinin emal olunmaq üçün Bakıya axması başladı. Nə zaman? Bir şey diqqətli olun. Sibir nefti emal üçün Bakıya axır. Bəzən görürsünüz ki, bunun əksini yazır. Bakı nefti emal üçün Sibirə axır. Yox. Deməli, nə vaxt başlayacaq bu? Qrozno-Bakı neft kəmərinin istifadəyə verilməsindən sonra, elə budur cavab. 1983 Kamran Bağırovun dövründə. 2-ci Dünya müharibəsi ərəfəsi deyil, zamanı deyil. Açıq dənizdə neft mədən eskadralarının qurulması bu 48-dir, 1948. 70-ci illərdə neft ayırma zavodlarının tikildikdən sonra yox. Doğru cavab A variantı. Azərbaycan SSR-nin 20-ci əsrin 80-ci illərinin sonları, Kürdən Bakıya su kəməri çəkiləcək 1971-ci ildə Heydər Əliyevin dövründə. Bu 70-ci illərin əvvəlləridir. Kürdən Bakıya su kəməri 1971, Şollar su kəməri 1917, bunun əksi. Yeni konstitusiya yoxdur 80-ci illərdə. Qərbi Azərbaycanlıların deportasiyası bu 1987-də başlayır, başlaması yazıb, 91-də bitəcək. Elə bu C-dir. Xırda kolxozların ləğv olunması bu kollektivləşmə dövründədir. Pul islahatlarının keçirilməsi, pul islahatı 47-ci ildədir. 6. Sovet Azərbaycanının, bu Azərbaycan ilə Rusiya gördüm mən, 20-ci əsrin 50-ci illər tarixinə aiddir. Bakını Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək planının pozulması, elə A variantı İmam Mustafayevin dövründədir. İmam Mustafayev də hakimiyyətdə olub 1954-dən 1959-cu ildə. Kiril əlifbasına keçid 1940-dadır. 2-ci konstitusiya 1937-dir. Bakı Məişət Kondisioner Zavodu 1975-dir. Bakı Qrozno 1983. 20-ci əsrin 80-ci illərin ikinci yarısı Sovet Azərbaycanı üçün səciyyəvidir. 20-ci əsrin 80-ci illərinin ikinci yarısı 1980-1984 bu birinci yarısıdır. 1985-1989 bu da ikinci yarısıdır. 10 illiyi bölürük 2 yerə 80-84 birinci yarısı, 85-89 ikinci yarısı. Kəndlərin vergidən azad edilməsi və onlara kreditlərin ayrılması bu dövrdə belə bir şey ola bilməz. Çünki kəndlərin vəziyyəti ağırdır. Mülki və cinayət məcəllələrinin qəbulunun Respublikanın ixtiyarına verilməsi, İmam Mustafayevin dövrü 50-ci illərdir. Azərbaycan neftinə mərkəzin marağının azalması yoxdur. Xırda kolxozların ləğv olunması kollektivləşmə təsərrüfatı dövründədir. Alkoqolizmə qarşı mübarizə kampaniyası adı ilə üzümçülüyün inkişafının məhdudlaşması 1985 olduğuna görə bu da düşür ikinci yarısına. Y variantı. Xurşovun Bakını Azərbaycanın tərkibindən çıxarıb Moskvaya tabe etmək planı pozuldu. İmam Mustafayevin dövründədir. Xurşovun vəfatından əvvəl yox, Azərbaycan rəhbərliyinin qəti etirazı ilə deyildi. Burada Bakıda Azərbaycanlı əhalinin say artımı nəticəsində olacaq bu proses. C variantı. Azərbaycanlıların xeyrinə dəyişəcək bu say hesabı. Siyasi büronun bu plana etirazı yox. İran və Türkiyənin Xurşova təzyiqi əlaqəsi yoxdur. Doğru cavab 8-də olacaq C variantı. Moskvanın təzyiqi ilə Azərbaycan SSR-də qəbul edilmiş 1969 7 may tarixli qərarın məzmunu. Respublikada məhkəmə quruluşunun təkmilləşməsi məhkəmə ilə bağlı deyil. Ermənistanla həmsərhəd olan rayonların Azərbaycandan alınıb Ermənistana verilməsi.
Ermənistanla həmsərhəd olan rayonların Azərbaycandan alınıb Ermənistana verilməsi yox. Burada məsələ 2000 hektar torpağın verilməsidir. Bunu da qarşısını alacaq Heydər Əliyev. Dağlıq Qarabağa Muxtar Respublikası statusunun verilməsi onsuz da verilmişdi 1923-ün iyulunda. Sərhəd rayonları, bəli, sərhəd rayonlarının 2000 hektardan artıq Azərbaycan torpağının Ermənistana verilməsi ilə bağlı 38 qərarının təsdiq olunması, bəli, sonradan ləğv olunacaq bu qərar. Kolxozçulara pasport da veriləcək. Bu olacaq 1959-cu ildə. Ümumiyyətlə SSR-də vətəndaşlara pasport verilir, yəni pasport sistemi tətbiq olunur 1932-ci ildə. Kəndlilərə, kolxozçulara pasportun verilməsi isə 59-cu ildədir, Xruşovun dövründə. Azərbaycan SSR-də sərhəd rayonlarının 2000 hektar Azərbaycan torpağının Ermənistana verilməsi haqqında 69-cu ilin mayında qəbul edilən qərarın icra edilməməsinin səbəbi, dediyim kimi, Heydər Əliyevin hakimiyyətə gəlməsidir. SSR rəhbərliyinin dəyişməsi, bu dövrdə SSR rəhbərliyi dəyişmir, çünki 1964-dən 1982-yə qədər olacaq hakimiyyətdə Brejnev. SSR-də yenidən qurma siyasətinin həyata keçirilməsinə başlanması bu 87-ci ildədir, Qarbaçovun dövründədir. Moskvadakı türk ziyalıların qəti etirazı deyil, sərhəd rayonlarında yerli əhalinin silahlı mübarizəyə qalxması da deyil. Doğru cavabımız olacaq. Respublikada Heydər Əliyevin hakimiyyətə gəlişi. Y variantı. Bakı radiostansiya fəaliyyətə başlayandan sonra 30 il sonra Azərbaycan SSR-də, yəni 1926-nın üzərinə gəlirsiniz 30-u, bu da edir 1956, Savadsızlıqla Mübarizə Komitəsi 1923, Bakı Telestudiyası 1956, İmam Mustafayevin dövrü, bu doğrudur. İlk Konstitusiyanın qəbulu 1921, Bakı Metropoliteni olacaq 1967, Azərbaycan SSR Elmlər Akademiyası 1945. Bakı Metropoliteninin işə salınmasından 11 il əvvəl 1967-dən çıxırıq 11-i, bu da olacaq 1956, Elmlər Akademiyası 45-dir, Milli Azərbaycan qərargahı MAQ olacaq 62, Bakı Telestudiyası olacaq C variantı bizdə 1956-dır bu. Bakıda ilk radiostansiya 1926, pasport sisteminin tətbiq olunması, baxın diqqətli olun, pasport sisteminin tətbiq olunması 1932-dir. Amma kolxozçulara, kəndlərə pasportun verilməsi 1959-dan başlayır. 1960-70-ci illərdə Ağ İnqilab adlanan islahatların keçirildiyi ölkə, bu da İrandır, D variantı. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-82-ci illər fəaliyyəti dövrünə aiddir. Bakıda Naxçıvanski adına ixtisaslaşdırılmış orta məktəb, elə bu olacaq 1971-də. Bakıda 1-ci Ümumİttifaq Türkoloji Qurultayının keçirilməsi bu 1926-dır. Bakı Metropolitenin istifadəyə verilməsi 1967-dir. İlk kino studiyanın yaranması 1926. Azərbaycan televiziyasının istifadəyə verilməsi, bu da 56. Doğru cavab 14-də A variantı. 15. Heydər Əliyevin Azərbaycanda 69-82-ci illər hakimiyyət dövrünə aiddir. ATM daxil olmuşuq 1992-də. Bu yanlışdır. Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması 1991-in noyabr ayındadır. Bakı Məişət Kondisioner Zavodu bu olacaq 1975. Azərbaycanın Avropa Şurasına daxil olması bu 2001-dir. Azərbaycanın BMT-yə daxil olunması bu da 1992-dir. Azərbaycan SSR-nin 20-ci əsrin 40-cı illərinin sonu, 50-ci illərin əvvəllər tarixi üçün xarakterikdir. Bakının ətrafında mikrorayonların Badamda, Rəhmədli kimi yeni yaşayış qəsəbəsi massivlərin salınması bu 80-ci illərdir. Xırda kolxozların iri təsərrüfatlarda birləşməsi kollektivləşmə dövründədir. Ölkənin SSR-nin tərkibində müstəqil respublika kimi daxil olması, ölkə SSR-nin tərkibində müstəqil respublika kimi daxil olmuyor. Biz SSFSR-in tərkibinə 1922-ci il daxil olanda artıq bizim formal müstəqilliyimiz də ləğv olmuşdu. Ermənistan SSR-dən deportasiya edilmiş azərbaycanlıların Saatlı və İmişli kimi Aran rayonlarına məskunlaşdırılması, bəli, bu birinci deportasiyadır 48-53-cü ildə. Bu D olacaq. Alkoqolizmə qarşı mübarizə adı ilə üzümçülüyün ləğvi, bu 1985-dir. Doğru cavab 16-da D variantı. Azərbaycan SSR-nin 20-ci əsrin 40-cı illərinin sonu, 50-ci illərin əvvəllər tarixi, yenə bu deportasiyadır. İlk dəmir yolunun Azərbaycanda çəkilməsi. Aha, bunu da yadda saxlayırıq. Azərbaycanın ilk dəmir yolu 1880-ci ildə salınan Sabunçu-Suraxanı dəmir yoludur. A variantı yanlışdır. Partiya rəhbərliyinin tez-tez dəyişməsi, bu dövr tez-tez dəyişmir, yanlışdır. Partiya rəhbərimiz deportasiya dövründə olacaq bizdə Mircəfər Bağırov.
48-53-cü ildə Mirzəcəfər Bağırov hakimiyyətdə olub, 33-53-cü illərdə. Ermənistan SSR-dən deportasiya olmuş Azərbaycanlıların Kürdəmir və Sabirabad kimi Aran rayonlarında məskunlaşmasını götürəcəm. Bakının ətrafında mikrorayonların, Günəşli Badamdar kimi yeni yaşayış qəsəbələrinin salınması bu 80-ci illər oldu. SSFSR-in tərkibinə daxil olunması bu 1922-dir. Sovet Azərbaycanının 20-ci əsrin 50-ci illər tarixi üçün səciyyəvidir. Pul islahatının keçirilməsi 40-cı illərdir. Grozno 83 oldu. 80-ci illər repressiyaya məruz qalan yüzlərlə Azərbaycanlıya bəraət veriləcək İmam Mustafayevin dövründə İmam Mustafayev də hakimiyyətdə olub 1954-1959. Kürdən Bakıya su kəməri çəkilir 1975, 71 üzr istəyirəm. Şollar su kəməri 1917. Yeni konstitusiyanın qəbulu 50-ci illərdə konstitusiya yoxdur. Azərbaycan SSR-də 21-dədir, 37-dədir, bir də 78-də. 18 olacaq C variantı. 20-ci əsrin 80-ci illər Sovet Azərbaycan üçün səciyyəvi idi. Məcburi 10 illik təhsil 66, Sibir neftinin Bakıya axması olacaq 83, bu olacaq. Pul islahatı 40-cı illərdir. Yeni konstitusiyanın qəbulu yoxdur 80-ci ildə. Xırda kolxozların ləğv edilməsi və iri təsərrüfatlarda birləşməsi bu da kollektivləşmə dövründə. 19 olacaq B variantı. 20. 20-ci əsrin 50-ci illərində Azərbaycan tarixi üçün səciyyəvi deyil. Azərbaycan SSR konstitusiyasına dövlət dilinin Azərbaycan dili olması haqqında yeni maddə əlavə olundu. Bu aiddir. Bu aiddir, İmam Mustafayevin dövrünə aiddir. Azərbaycan SSR-nin yeni konstitusiyanın qəbul olunması, konstitusiya yoxdur bu dövrdə. 50-ci illərdə konstitusiya yoxdur. 21, 37, 78. Rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi haqqında qərar 1959 bu var. İmam Mustafayevin dövrüdür. Bakının Azərbaycanın tərkibindən çıxarılıb birbaşa Moskvaya tabe etmək planı bayaq dediyimiz kimi İmam Mustafayevin dövrü olacaq. 50-ci illər repressiyalara məruz qalanlara da bəraət veriləcək, bəli. Aid olmadı B variantı. Azərbaycan SSR-nin 20-ci əsrin 80-ci illərinin birinci yarısı tarixinə aiddir. Yəni 1980-1984-cü illər olacaq birinci yarısı. Yeni konstitusiyanın qəbul olunması yoxdur. Konstitusiya 80-ci illərdə Sovet İttifaqının vahid neft kəmərinə qoşulması bu olacaq. B variantı 1983. Bu da birinci yarısıdır. Sumqayıt yeni sənaye şəhərinin salınması bu 2-ci Dünya müharibəsindən sonra olacaq. 20-ci əsrin 40-cı illərində C-nə çıxıram. Bakı Məişət Kondisioner Zavodu 1975-ci ildir, 70-ci illərdir. Ağdam-Xankəndi dəmir yolunun çəkilməsi 1979-dur. Bu da Heydər Əliyevin dövründədir. Doğru cavab oldu 21-də B variantı. 22. İmam Mustafayev, Heydər Əliyev. Çox sayda gənc təhsil almaq üçün SSR-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilir Heydər Əliyevin dövründə. Azərbaycan dilinin dövlət dili statusu alması üçün addımlar hər ikisi atıb. Ermənistan ərazi iddiaları ortaya atıb hər ikisinin dövründə. Bakı Dəniz Vağzalı inşa olunmuşdu. Dəniz Vağzalının inşa olunması bu olacaq. Deməli 70-ci illərdə Heydər Əliyevin dövründə inşa olunub. Mülki və cinayət məcəllərinə qəbulu Respublikanın ixtiyarına verildi. İmam Mustafayevin dövründə 22 olacaq 1-ə Y, 2 AD, 3 BC. A variantı. İmam Mustafayevin Azərbaycan SSR rəhbərliyindən uzaqlaşdırılmasının Moskvanın məqsədləri nə idi? Azərbaycanda milli kadrların vəzifəyə gətirilməsinə nail olmaq. Yəni sizcə buna nail olmaq istəyirdimi? Milli oyanışın qarşısını almaq əsas səbəb buydu. Milli kadr hazırlanması söhbəti ola bilməz. Rus dilli əhalinin ondan narazılığının qarşısını almaq, yox belə bir narazılıq yox idi. 2, yəni bu səbəb deyil. 3, Azərbaycan dilinin dövlət dili elan edilməsinə nail olmaq. Bir sual oxuyum. İmam Mustafayevin Azərbaycan SSR rəhbərliyindən uzaqlaşdırılmasında Moskvanın məqsədi dövlət dili elan olunması ola bilərmi Azərbaycan dilinin? Bu da heç əlaqəsi yoxdur. Birinin əlaqəsi yoxdur. 3 də həmçinin. Burada yalnız 2 qalır cəmi. 2. 23 variantı. 24. İmam Mustafayevin Azərbaycan SSR rəhbərlik etdiyi illərdə. Yəni 1959, 54-1959. Sosial-iqtisadi sahədə tədbirlər, dövlət quruculuğu sahəsində görülən tədbirlər. Yeni iş yerləri açıldı mı? Açıldı. Bu da sosial-iqtisadi tədbirdir. Açıq Dənizə Neft Daşları qəsəbəsi 1949-dur. Bu qəsəbə çox düşür axır zamanlar sınaqlara. Baxarsınız buna. Kolxozlar yaradılmağa başlanacaq. Kolxozların yaranmağa başlaması bu 29-33-cü illər kollektivləşmə dövrünə aiddir. Bunu da çıxacağım. Talon sistemi ləğv olunması da 1947-dir. Burada bir dənə A variantıdır birinci tərəfdə. 2.
Dövlət quruculuğu sahəsində tədbirlər, yeni konstitusiyanın qəbulu yoxdur. İmam Mustafayevin dövründə konstitusiya yoxdur. Konstitusiyaya əlavə olunan bir maddə var 1956-cı ildə. Milli Azərbaycan qərargahı MAQ-ın yaranması 1962 Vəli Axundovun dövrüdür. Kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün tədbirləri var. Ceyni götürəcəm. Bu tədbir Pişəvərinin dövründə də var. Konstitusiya məhkəməsi yaranmayıb. Konstitusiya məhkəməsi yaranacaq 1998-ci ildə. Türkiyədə Konstitusiya məhkəməsi 1961-ci ildə ortaq cəhətdir. 1A, 2C olacaq 24Y variantı. 5. Cənubi Azərbaycan tarixinə aid uyğunluğu müəyyən edək. 20-ci əsrin 60-cı illəri, 70-ci illəri. Azərbaycan Demokratik Partiyası 60-da yoxdur. Azərbaycan Demokratik Partiyası Xiyabani Pişəvəri hökumətində 1917, Xiyabani hökumətində 1945 Pişəvəri hökumətinə aiddir. Aqrar islahat nəticəsində kəndlərin böyük hissəsi torpaq sahibinə çevrildi. Bəli, 62-ci ildə Ağ İnqilab var İran tarixində və burada aqrar islahat keçirilib. Bu islahatların içində aqrar islahat yer alır. Ağ İnqilabda 1962. B olacaq. Milli hökumət yaranmayıb. Milli hökumət yaranan 1920-ci ildə Xiyabanidə, 1945-in dekabrında isə Pişəvəridə. Birinci tərəf sadəcə B variantı. Təbrizdə Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq çıxışı 29 Bəhmən üsyanıdır 1978-ci ildə. Bunu götürəcəm. Təbriz Universiteti bu olacaq 1946 Pişəvəridə. Cənubi Azərbaycan müstəqil dövlət elan olundu, olunmadı. Deməli 25 nə olacaq bizdə? 1B olacaq, 2 isə A, B variantı. Azərbaycan SSR-nin tarixinə aid uyğunluq 20-ci əsrin 70-ci illəri, 80-ci illəri. Azərbaycanın yeni konstitusiyasının qəbul olunması 1978 Heydər Əliyevin dövrü olduğuna görə A variantını mən götürəcəm. Bakı metropoliteni 1967 Vəli Axundovun dövrüdür. Bakı Məişət Kondisioner zavodunu mən götürə bilərəm 1975-də Heydər Əliyevin dövründə. 1 olacaq AC. 80-ci illər Ağdam Xankəndi dəmir yolu 1979-dur. Bunu çıxacam. Qrozno Bakı 1983. B. Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanununun qəbul olunması. Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanunu da götürəcəm. Bu da 89-cu ildə. 1 AC, 2 BC oldu D variantı. 27. Heydər Əliyevin Azərbaycan SSR-i rəhbərlik etdiyi illərdə həyata keçirilən tədbirlər, yəni 1969-1982. Sosial-iqtisadi, mədəni sahə. Kürsu kəməri 1971-də və iqtisadi tədbir olduğuna görə A-nı götürəcəm. Açıq dənizə neft daşları qəsəbəsinin salınması 1949-cu ildir. Bunu çıxıram. Yeni konstitusiyanın qəbul olunması sosial-iqtisadi tədbir deyil. C-ni çıxıram. Heydər Əliyevin dövründə konstitusiya qəbul olunub, lakin sosial-iqtisadi tədbiri bizdən istəyir. Qrozno Bakı neft kəmərinin istifadəyə verilməsi də bu da Kamran Bağırovun dövründədir. 1983. Mədəni sahə Naxçıvanski adına hərbi məktəb götürəcəm. 1971. Azərbaycan SSR Elmlər Akademiyası 1945 Mircəfər Bağırovun dövründədir. Respublika sarayının tikilməsi, bunu da götürəcəm. Ağdam Xankəndi dəmir yolunun çəkilməsi, bu sosial tədbirdir. Ağdam Xankəndi 1979-dur. Ona görə burada olacaq birinci tərəfdə A variantı, 2AC. AAC, burada da 27 B variantı. 28. Cədvəldə verilən hadisələrdən hansıların yerlərini dəyişsək, xronoloji ardıcıllıq düzgün alınır. Azərbaycanın Sovet İttifaqı neft kəmərinə qoşulması, bəli, bax bunu da verə bilər bizə. Neft kəmərinə qoşulduq, Qrozno 1983. Azərbaycan SSR-nin 3-cü konstitusiyasının qəbul olunması 1978. Ağdam Xankəndi 79. Kürdən su kəməri çəkildi 1971. Hansı hadisələrin yer dəyişməlidir ki, burada xronoloji ardıcıllıq düzgün alınsın? 1 ilə 4 yerini dəyişməlidir. 1 və 4. Və 4. Cavablar burada var. Burada var imiş cavabları. Daha əvvəl baş vermişdi. Sibir neftinin Bakıya axmağa başlaması 1983. Qrozno neft kəmərinin inşası ilə Bakı metropoliteni istifadəyə verildi 1967. Vəli Axundovun dövrüdür. Bakı telestudiyası 1956 İmam Mustafayevin dövrüdür. Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Bağırovun vəzifədən azad olunması 53-dür. Gəlməsi 33-dür. Neft daşlarında ilk neft quyusunun fontan vurması, bu da 1949 olacaq. Neft daşları 29-da ən tez olacaq Y variantı.
Daha əvvəl baş vermişdi. SSR Nazirlər Sovetinin Ermənistan SSR-dən Azərbaycanlıların deportasiya edilməsi haqqında qərarın qəbul olunması. Bu qərar 1947-də qəbul olunacaq. Bakıya Kürsu kəmərinin çəkilməsi 1971. Azərbaycan SSR-nin adının dəyişdirilərək Azərbaycan Respublikası adlanması bu 1991-dir. Heydər Əliyev Naxçıvanın Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olacaq Heydər Əliyev 1991-də. Bakı Qroz neft kəmərinin istifadəyə verilməsi bu da 1983. Daha əvvəl olan hadisə burada A variantı olacaq. 31. Azərbaycan SSR-nin 20-ci əsrin 40-cı illərinin sonu, 50-ci illərinin birinci yarısı. Bu deportasiyadır 48-53. 1953. Azərbaycan televiziyasının fəaliyyətə başlaması 56-dır. Alkoqolizmə qarşı mübarizə 1985-dir. Partiya rəhbərlərinin tez-tez dəyişməsi bu dövr tez-tez dəyişmir. Hakimiyyətdə Mir Cəfər Bağırovdur. Ermənilərin yeni yaradılmış sənaye mərkəzlərinə Mingəçevirə, Daşkəsənə yerləşməsi. Bunu götürəcəm. Bu doğrudur. Azərbaycanın da daxil olduğu Zaqafqaziya Federasiyasının ləğv olması. Zaqafqaziya ləğv olacaq 1936-cı ildə SSR-nin ikinci konstitusiyasında qalib gəlmiş sosializm konstitusiyasında. 31 D variantı. 32. Azərbaycan SSR-nin 40-cı illərin sonu, 50-ci illərin birinci yarısı, yəni 1948-1953. Ermənilərin yeni yaranmış sənaye mərkəzlərinin Sumqayıta, Əli Bayramlıya yerləşdirilməsi elə bu olacaq. Ölkə ərazisində alkoqolizmə qarşı mübarizə 1985. Partiya rəhbərləri tez-tez dəyişmir bu dövrdə. Sibir neftinin Bakıya nəqlinə başlanması 1983. Azərbaycan daxil olduğu Zaqafqaziya Federasiyasının ləğv olunması. Zaqafqaziya ləğv olacaq 1936-cı ildə. Azərbaycan SSR-nin 20-ci əsrin 50-ci illər tarixinə aiddir. Ölkə ərazisində milli valyuta olan manatın yeganə ödəniş vasitəsi elan olunması bu 1994. Azərbaycanın birbaşa SSR-nin tərkibinə daxil olması bu birbaşa 1936-dır. Konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin əlavə olması 1956 İmam Mustafayevin dövrüdür. Bax, cümləni belə də verə bilər ki, sizi çətinliyə salar, deyər ki, yeni konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında maddə əlavə olundu, yeni qəbul olunan konstitusiyaya. Amma bilin ki, İmam Mustafayevin dövründə yeni konstitusiya qəbul olunmayıb. 37 konstitusiyasına əlavə var 1956-cı ildə. Yeni konstitusiya qəbul olunacaq Heydər Əliyevin dövründə. Konstitusiya məhkəməsinin yaranması 98-dir, bunu da çıxacam. Bakı metropolitenin istifadəyə verilməsi 67-dir, çıxacam. Doğru cavab oldu 33-də C variantı. 4. Azərbaycan SSR-nin 1956-cı il tarixinə aiddir. Azad sahibkarlığa təminat verilməsi, azad sahibkarlıq yoxdur bu dövrdə. Azərbaycanın birbaşa SSR-nin tərkibinə daxil olması bu 1936-cı ildədir. Bakı metropolitenin istifadəyə verilməsi 67-dir. Konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin əlavə olunması 1956-dır, bəli. Hakimiyyətin bölgüsü prinsipinin ləğvi, hakimiyyət bölgüsü yoxdur. Bütün hakimiyyət Kommunist Partiyasının rəhbərliyi altında bir mərkəzdən idarə olunur. Yeni də çıxıram, doğru cavab olacaq D variantı. D variantında cümlənin quruluşuna diqqət yetirin ki, yeni qəbul olunan konstitusiya deməsin. Yeni qəbul olunan konstitusiya Heydər Əliyevin dövründədir. İmam Mustafayevdə konstitusiya qəbul olunmayıb. 35. Mustafayevin rəhbərliyi, bir də Vəli Axundovun rəhbərliyi dövrü. İmam Mustafayev olacaq hakimiyyətdə 1954-1959, Vəli Axundov olacaq 1959-1969. Azərbaycan SSR rəhbərliyi 20-ci əsrin 50-ci illərində başlayıb. İkisinin ortaq cəhətidir bu, 50-ci illərdə. Milli mənəvi dəyərlərin təbliğinə diqqət artırır ikisi də. Minlərlə Azərbaycanlının üzərində xalq düşmən damğası götürüləcək, bəraət veriləcək İmam Mustafayevin dövründə. Novruz bayramının qeyd edilməyə başlaması bu 1967-ci ildə Vəli Axundovun dövründədir və Şıxəli Qurbanov bu tədbiri yerinə yetirəcək, Novruz bayramının qeyd edilməyə başlamasını. Və bir də diqqətli olun ki, deməli, Şıxəli Qurbanova birinci katib yazmasın. Çünki o dövrdə birinci katib vəzifəsində Vəli Axundovdur. Şıxəli Qurbanov sadəcə katibdir. 66-67-ci illərdə Kommunist Partiyasının katibi olub. O dövrdə isə Axundov idi birinci katib. Vəli Axundov. D-ni götürdüm, yazdım Vəli Axundova. Milli Azadlıq Qərargahının təsis olunması, bu da MAQ-dır. 1C, 2AB, 3D, A variantıdır. Novruz bayramında bir də qayıdıram məsələyə ki, Şıxəli Qurbanovun qarşısında birinci katib gördüsə, onun silin getsin. Çünki Şıxəli Qurbanov birinci katib vəzifəsində deyildi, katib vəzifəsində idi.
36. Şimali Azərbaycanda 1-ci Respublika dövründə, yox 2-ci Respublika deyilmiş, xəritədə verilmiş rayonların ümumi cəhətləri. Burada görürük Qazaxı, Gədəbəyi, Kəlbəcəri. Ərazisinin bir hissəsinin Ermənistan SSR-yə verilməsinin qarşısının alınması, bəli, 1969-cu ildə 2000 hektar sərhəd bölgələrinin Ermənistana verilməsi məsələsi var idi. Heydər Əliyev bunun qarşısını aldı 2-ci Respublikada. Bir düzdür. Deportasiyaya məruz qalmayıblar. Deportasiya Qərbi Azərbaycanlılardır Ermənistan SSR-dən. İkinci Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin hücumlarına məruz qalması, İkinci Vətən müharibəsi 3-cü Respublikanın dövrünə düşür. Çıxıram bunda. AXC-nin tabeliyində olması, AXC də burada deyil. Söhbət 2-ci Respublikadan gedir. 36-da olacaq bizim cavabımız yalnız 1. 37. Mircəfər Bağırovun Azərbaycan SSR rəhbərlik etdiyi illərdən fərqli olaraq bu tipli testlər çətin testlərdir. Ona görə illərini yazırıq. 1933-də Mircəfər Bağırov gəlmişdi. 1953-ə qədər Azərbaycan Komünist Partiyasının 1-ci katib vəzifəsində olub. 1-ci katib. İmam Mustafayevin rəhbərlik etdiyi illərdə fərqli olmalıdır. Azərbaycan SSR Elmlər Akademiyasının təşkil olunması Mircəfər Bağırovdadır. 45-də. Repressiya məruz qalanlara bəraət verən imamdır. Mülki və cinayət məcəllələrinin qəbul edilməsi Respublikanın ixtiyarına verilir İmam Mustafayevdə. Novruz bayramını ilk dəfə rəsmən qeyd edirik 1967-ci ildə Vəli Axundovun dövründə, 1-ci katibimiz Vəli Axundovun dövründə və bunu da həyata keçirən katib olar, deməli, Şıxəli Qurbanovdur. Azərbaycan Komünist Partiyasının katibi Şıxəli Qurbanovdur. D-ni də çıxacam. Olacaq B-C 1-ci tərəfdə. Heydər Əliyevin rəhbərlik etdiyi illərdə Azərbaycanın yeni konstitusiyasının qəbul olunması, bunu götürə bilmərəm. Düz Heydər Əliyevin dövründə 78-də konstitusiya var, amma Mircəfər Bağırovun dövründə də 37-də konstitusiya var. Anı çıxdım. Repressiya qurbanları olmuş şair və yazıçıların adları əbədiləşdirilir, doğrudur bu. Bakı şəhərinə Lenin ordeni veriləcək Heydər Əliyevin dövrü 1978, doğrudur. Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qanununun qəbul olunması bu 80-ci illərdə. Bunu da çıxacam, 89-cu ildədir. Heydər Əliyev hakimiyyətdə olacaq Komünist Partiyasının 1-ci katib vəzifəsində 69-82-ci ildə. 1 olacaq BC, 2 BC. 37 C variantı. 38. Azərbaycan SSR-də mədəniyyət sahəsində baş verən yeniliklər 60-cı illər, 70 və 80-ci illəri verib bizə. İcbari 10 illik 60-cı illərdədir Vəli Axundovun dövrü. Bakı telestudiyası bu 56-dır. Bunu çıxıram. Novruz bayramı ilk dəfə rəsmi şəkildə qeyd olunmağa başlayacaq. Bunu da götürəcəm 1967-ci ildə Vəli Axundovun dövründə. 20-ci əsrin 70-ci illəri Azıq mağarasının tədqiqinə başlandı. Bu 60-cı illərdir. Bakı metropoliteni bu 67-dir. Bakı dəniz vağzalının salınması, bunu da götürəcəm, bu 70-ci illərdir. Deməli, 1 AC2 olacaq. Metropoliteni üzr istəyirəm, metropoliteni götürməməliyəm, çünki burada 70-ci illər yazıb. Metropoliten 67-dir, burada sadəcə C variantı olacaq. 80-ci illər indiki Heydər Əliyev adına sarayın tikintisi, bu 70-ci illərdir. Gülüstan sarayını götürəcəm 60-cı illərə. Bakı hava limanı istifadəyə verilməsi, bu da 60-dadır. Ona görə 1 AC, 2C, 3 isə B variantı. 39. Xəritədə işarələnmiş şəhərlərin ümumi cəhətləri Sumqayıtdır. Mingəçevirdir. İkinci Dünya müharibəsindən sonra yaranmış yeni sənaye mərkəzləridir, bəli. Ən böyük kimya metallurgiya şəhəri ortaq cəhətdir, bu Sumqayıta aiddir. İkinci Dünya müharibəsi illərində yeni neft yatağının kəşf olunması aid deyil. Bunlara 20-ci əsrin 50-ci illərində ərazisində ermənilərin yerləşdirilməsi, bəli, ermənilər sənaye şəhərlərimizdə Mingəçevir, Sumqayıt, Əlibayramlı, Daşkəsən burada yerləşib. 4-ü götürəcəm. 4-ü götürəcəm. Əhalinin deportasiyası, bu ərazilərdə deportasiyaya məruz qalmamışıq. Deportasiya olunanlar gəlib köçüb bu ərazilərdə yaşayıb. Ermənilər də bu 2-ci Dünya müharibəsindən sonra 48-53-cü ildə sənaye şəhərlərimizdə gəlib məskunlaşacaq. 1 və 4, 39-da cavab. 1 və 4. Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərdən deyil. Yəni 1969-1982 Azərbaycan SSR-nin yeni konstitusiyasının qəbul olunması sosial-iqtisadi tədbir deyil. 1. Ağdam Xankəndi olacaq 79-da, bu iqtisadi sosial tədbirdir.
Kürsü kəməri 71 bu da aiddir. Naxçıvanski adına ixtisaslaşdırılmış orta məktəb 1971-dir. Bu mədəni sahə olacaq. 1 və 4 aid deyil sosial-iqtisadi tədbirlərə. Biri dövlət quruculuğudur, biri də mədəni sahədir. 41.4.41 Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbir deyil. Azərbaycan televiziyası aid deyil. İmam Mustafayevin dövrüdür. 2 aiddir. 3 aid deyil. Vəlaxundovun dövrüdür. 4 aiddir. Doğru cavab 1-3. 42. Yenə də eyni sualdır. Qrozno Bakı aid deyil. Kamran Bağırovun dövrüdür. Kürsü kəmərinin inşa olunması bu olacaq. Aiddir bu. 2-ci çıxıram. Yeni yaşayış massivlər salınması bu da olacaq. Aid olmayanı istəyir. Azərbaycan SSR-nin konstitusiyasında Azərbaycan dilinin dövlət dili olmasının öz əksini tapması bu artıq dövlət quruculuq hüquq sahəsidir. 1-4. Sosial-iqtisadi tədbirlər deyil. Yenə də eyni sosial-iqtisadi tədbirləri istəyir. Bakı metropoliteni Vəlaxundovdur. Yeni mikrorayonlar, yaşayış qəsəbələri, massivlər 2 olacaq. Azərbaycan televiziyası İmam Mustafayev, Ağdam Xankəndi Dəmir yolu 79-da Heydər Əliyevin dövrünün sosial-iqtisadi tədbiridir. 2-4. 43-ün cavabı. 44. Sosial-iqtisadi tədbir Azərbaycan SSR-də məcburi 10 illik təhsil Vəlaxundovun dövrüdür. Əhmədli qəsəbəsi olacaq 2. Kürsü kəməri olacaq 71-3. Naxçıvanski adına ixtisaslaşmış orta hərbi məktəb bu mədəni sahədir. 2-3. 44-də. 45. 20-ci əsrin 80-ci illərində SSR-də elan olunmuş yenidən qurma və aşkarlıq siyasəti imperiyada mövcud olan münaqişə ocaqlarına bir dəfəlik son qoymadı. Münaqişə ocaqları alovlandı daha da. Azərbaycan xalqının milli oyanış prosesini sürətləndirir, bəli. SSR-də Kommunist Partiyasına inamı daha da möhkəmləndirdi, zəiflətdi. İmperiyanın qurbanlarına çevrilmiş xalqlarda müstəqillik meyillər artdı. 4. Durğunluq dövrünü iqtisadiyyatın bütün sahələrində sürətli inkişaf əvəz etdi. Xeyr, əksinə. 2 və 4. Xronoloji Sovet Azərbaycanının SSR-nin ilk neft kəmərinə qoşulması 1983 Groznodur. Alkoqolizm 1985-dir. Kürdən Bakıya su kəməri 1971 3 1 2. Məişət kondisioner zavodu 75, Grozno 83, Kür 71. 47 3 1 2. Azərbaycan SSR-nin ilk konstitusiyası 21, Azərbaycan SSR-nin yaranması 20, Şimali Azərbaycanın məcburi 10 illik təhsil 66, Azərbaycan SSR Elmlər Akademiyası 1945. 48-in cavabı olacaq 2 1 4 3. 49. Xəritədə verilən şəhərlərin 2-ci Respublika dövrünə aid uyğunluğu. Şəhərlər Kəlbəcər, Şuşa. 1 2. Ümumİttifaq səviyyəli kurort şəhəri olacaq Şuşa şəhəri. Vaqifin qəbri üzərində böyük məqbərənin ucaldılması bu da Şuşa şəhərindədir. Bu da Şuşadır. İkinci Dünya Müharibəsindən sonra yaradılmış yeni sənaye mərkəzi bunların heç bir sənaye mərkəzi deyil. İkinci Respublikanı soruşur. 20-ci əsrin 50-ci illərində ərazisində ermənilərin yerləşdirilməsi, ermənilər sənaye şəhərlərimizdə yerləşdirilib, yanlışdır. Bunlara aid deyil. Ərazisinin bir hissəsinin Ermənistan SSR-yə verilməsinin qarşısının alınması 1969-da qarşısı alındı Heydər Əliyev tərəfindən. Bu da Kəlbəcərdir. 1Y olacaq, 2AB. Burada verilən şəhərlərin 2-ci Respublika dövrünə aid uyğunluğu. 2-ci Respublika dövrü. Bu olacaq 1. Qobustan rayonudur, indiki Qobustan. 2 isə Ağdam rayonu. Ərazisi ermənilər tərəfindən işğal olunmuşdu. Ağdam işğal olunub 93-cü ildə, amma buraya yazıb ki, 2-ci Respublika. Bu müasir 3-cü Respublikaya düşür. Bülbülün ev muzeyi. Bülbülün ev muzeyi bir Bakıda var, bir də Şuşada. Burada nə Bakı var, nə də Şuşa. Astrofizika rəsədxanasının tikilib istifadəyə verilməsi bu Şamaxıdadır. İndi düzdür, Qobustanın müasir Qobustanın ərazisini işarə ediblər burada. Qobustan rayonu 1990-cı ildə yaranıb, amma Qobustan o dövrdə Şamaxının tərkibində olmuşdu. Bu xəritə əslində düzgün deyil. Burada məsələ xəritədir. Xəritə o dövrün xəritəsi deyil deyə ərazidə düz gəlmir. Bu indiki Qobustan rayonudur. Qobustan o dövrdə Şamaxının tərkibində olub. Bunu belə ayırması düzgün deyil əslində. Ayırsa cavabı götürə bilmirik. Yəni Şamaxı kimi fikirləşiblər bunu. Birəcəyi götürəcəm. Ərazisindən Xankəndi dəmir yolu çəkiləcək.
Bu Ağdamdan Xankəndi dəmir yolu Heydər Əliyevin dövründə 79-dakı idi. Ümumİttifaq səviyyəli kurort şəhəri bu Şuşadır. Şuşa şəhəri. 1C, 2 D variantı. Müasir xəritədir bu xəritə. Ona görə cavabı alındırmaq düz olmur, amma Şamaxıdır yəni cavab. 51. Cənubi Azərbaycan məşrutə 29 bəhmən. Məşrutə 1905 1911 bəhmən olacaq 1978. Azərbaycan Xalq Konqresinin özünün müəssisələr məclisi elan etməsi 1945-ci ildə Pişəvər hökumətidir bu. Pişəvər hərəkatındadır. Milli hökumətin təşkil olunması milli hökumət buraların heç birində yoxdur. 1745-dir milli hökumət. Üzr istəyirəm, Xiyaban hökuməti 20-dədir, Pişəvəri 45-də. Azərbaycan Əyalət Şurasının bölgədə hakimiyyət orqanına çevrilməsi bu məşrutədir. Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq çıxışı 29 bəhməndir. Azadistanda Xiyabanidədir. 1C olacaq, 51-də, 2-də D variantı.